Salam, sabahınız xeyir olsun. 2 fevral 2026-cı il tarixi həftənin birinci bazar ertəsi günüdür. Şaban ayının 14-cü günüdür. Bugün Bəraət Qəndili günüdür dini tariximizdə və həftəmiz uğurlu başlayıb uğurlu başa çatsın. Bəraət Qəndili üçün oruç tutan hər bir şəxsin niyyətinin orucunun qəbul olunmasını arzulayıram. 2 fevralda kimlər işləri ilə məşğuldurlar, həm demək evdə, həm demək yola çıxaraq iş arxasınca gedənlərimiz var. Hər birinə işə vaxtı, bol ruzi, bərəkət hər birimizə, o cümlədə işləyənlərimizə arzulayıram. Təhsili ilə məşğul olanlara, istər orta məktəblərə, eləcə də orta ixtisas tələbələrinə, ali məktəb tələbələrinə zehin açıqlığı, yol açıqlığı arzulayıram. Qarşılarına qoyduqları təhsili üzrə və həyatları üzrə məqsədlərinə çatmalarını arzulayıram. O cümlədən 2 fevral artıq demək, məktəblilər üçün qış tətilinin başa çatdığı gündür və artıq məktəbin başladığı gündür. Hər birinə demək, bugün uğurla ikinci yarım ildə çalışmalarını arzulayıram. İllik isə gözəl nəticələr əldə etmələrini arzulayıram. 2 fevral demək, mərhum prezident Heydər demək, Əlioğlu Əliyev tərəfindən 1997-ci ildə Gənclər İdi günü kimi qeyd olunması haqqında sərəncam imzalandığı gündür. Allah Heydər Əliyevə rəhmət etsin və Heydər Əlioğlu Əliyev hər zaman bildirirdi ki, gənclər Azərbaycanın gələcəyidir və o cümlədən uşaqlar da bildirirdi ki, gələcəyimizdir. Və İlham Heydəroğlu Əliyev isə Heydər Əlioğlu Əliyevin yolunu davam etdirərək gənclər üçün dövlət proqramı siyasətinin həyata keçirilməsini davam etdirir və o da bildirmişdi, yəni İlham Heydəroğlu Əliyev də bildirmişdir ki, hər bir gənc Azərbaycanın sərvətidir və gənclərimizin inkişafı uğrunda atdıqları addımlara görə də və eləcə də ölkəmizin inkişafı uğrunda etdikləri uğurlara görə də və əldə etdikləri uğurlara görə, ümumi uğurlarına görə mükafatlandırılması haqqında İlham Heydəroğlu Əliyev tərəfindən gənclərin mükafatlandırılması haqqında sərəncam da imzalanmışdır və Beynəlxalq Gənclər Günüdür. Bütün dünya gənclərini 2 fevral Beynəlxalq Gənclər Günü münasibəti ilə təbrik edirəm. O cümlədən bütün Azərbaycan gənclərini 2 fevral Gənclər Günü münasibəti ilə təbrik edirəm. Onlara ilk növbədə can sağlığı arzularım. Digər tərəfdən isə cənab prezident İlham Heydəroğlu Əliyevin ətrafında sıx birləşərək dövlət proqramlarının uğurla həyata keçirilməsində, Azərbaycanın ümumi inkişafında öz dəstəklərini, əsirgəməmələrini arzularıma daima inkişaf etsinlər. Və Həsənova Gülnüzənin Gənclik şeirindən bir bənd deyirəm. Gənclikdir insanı həyata durduran, gənclikdir hər anı sevinclə dolan, onun üzərində illəri quran, gənclikdir həyatı sevdirən dövran. Və 2 fevral bununla yanaşı kimlərin evlərində xəstələri var, şəfa diləyirəm. O cümlədən bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. 2 fevralda kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm, səbir verməsini istəyirəm Allahdan onlara. 2 fevral günündə həm də ad günü, şad günü, xeyir, şad günlərini qeyd edənlərin hər birini təbrik edirəm. Bu günləri uğurla keçsin, istədikləri həyatı yaşasınlar. 2 fevral 1535-ci ildə Buenos Aires şəhərinin yaradıldığı gündür. 2 fevral 1589-cu ildə Moskva Patriarxlığının yaradıldığı gündür. 2 fevral həm də demək, 1943-cü ildə 2-ci Dünya müharibəsində Stalingrad döyüşünün başa çatdığı gündür. 2 fevral 1970-ci ildə
Münhində ilk dəfə olaraq sinir transplantasiyasının həyata keçirildiyi gündür. 2 fevral 1971-ci ildə isə Idi Amin Dada Uqandada dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirdiyi gündür, hakimiyyətə gəldiyi gündür. 2 fevral 1986-cı ildə Liechtenstein'də ilk dəfə olaraq qadınların seçkilərdə iştirak etdikləri gündür. 2 fevral 1989-cu ildə sonuncu Sovet əskəri Əfqanistanı tərk etdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.